Bu sənədli film bir yolun hekayəsidir. Böyük bir liderin həyat yolu. Mən lap əvvəldən başlayıram. Anam çox anlayışlı, savadlı və kitabsevər bir xanım idi. Atamızın xüsusiyyətlərindən biri də bu idi ki, çoxlu dostu vardı. Çünki o vəfalı insan idi. Yol məhz bu evdən başladı. Xamenei dedikləri sənsən, birdən məndə belə bir şübhə yarandı. Görəsən yuxudayam, bir anda gördüm ki, 2 təyyarə yuxarıya doğru qalxdı. Mənim üçün tam aydın idi ki, o canvermə anındadır, gedir. 15.245.845 səs. İslam Respublikası İmam Xomeynidən sonra necə davam edəcək? Ayağa qalxın. İndi ki, bu yükü mənim çiyinlərimə qoyublar. Onu bütün gücümlə daşıyacağam. Bəzi yollar yalnız bir insanın həyat hekayəsi deyil. Onlar bir xalqın taleyi ilə bağlanır. 3 hissədən ibarət Dahi Lider sənədli filmi, şəhid rəhbərin dəfninin 40-ı münasibətilə Allahın izni ilə kanalımızda yayımlanacaq.